hazırda. Razində 21 dənə otaq. 21 dənə otaq təsəvvür edirsiniz bax bu evdə. Bir dənə həyəti göstər. Bir dənə bura baxın. Mən sizə birinci növbədə bu evdən danışacağım. 21 dənə otağı var və Razindəyik biz hal-hazırda. Razində belə bir şey yoxdur. Yəni bu təkdir. Razində belə bir yerdə, Suraxanıya yaxın olan bir ərazidə sotun qiyməti 40 mindir. Təsəvvür edirsiniz, 40 min. Və bu evin də, bu həyətin də qiymətini sizə deyəcəm. Amma gedəyin bu evin içində olanları sizə göstərim. Şok olacaqsınız. Kuxnadan başlayırıq. Birinci mərtəbədəyik və böyük bir xolun birinci sağdan başlayan bir kuxnası var. Yəni tam xarici bir üslubda. İndi isə mən sizə çox maraqlı bir şey göstərəcəm. Gəlin bura. Sanuzeldən başlayıram və sanuzel sizin bildiyiniz sanuzel deyil. Bura gəl. Sauna otağına baxın. Sauna otağı. Yəni evin içində sauna otağı, eyni zamanda sanitar qovşağı və bu nədir? Bunu siz özünüz deyin. Bax bunu sizə buraxıram. Bura baxın. Baseyn. Yəni evin içində bağlı bir baseyn. İstəsəz burada yayda da çimə bilərsiniz, istəsəz burada qışda da çimə bilərsiniz. Təxminən 12-nin hardasa 5-ə 6-ya olan bir razmerlərdə, ölçülərdə olan bir baseynidir. Qalxırıq ikinci mərtəbəyə. Buradakı xalçalara baxın sadəcə olaraq. Sanki yəni bir dövlət dairəsindəsən, yəni bura ev deyil. Buradan yeri gəlmişkən arxa həyətə qapı da var və sadəcə olaraq bu möhtəşəmliyə baxın. Yəni belə deyək də, xarici filmlərdə olan Amerikada və yaxud da Avropada olan böyük, geniş evləri xatırladan bir, nə bilim, bilmirəm bura nə deyim, mənzil deyim, villa deyim. Villa çox aşağıdır bu ev üçün. Gəl bura. Və başlayacağım, bax buradan. Bura bir mətbəxdir. Yəni, bu mətbəxlə hər şey bitmir. Bu ikinci mərtəbədə və o birisi həyətin birinci mərtəbəsinə düşən bir mətbəxdir. İndi hesablayın, görün, bura nə qədər pul xərclənir. Getdik o birisi otaqlara. Bura geniş bir dəhlizdir və indi sizə mən hamamı göstərəcəm. Hamam deyə bilmirəm. Hamam bizdədir. Gəlin bura. Kabinkanı birinci növbədə göstər. Və sizə belə deyim də 2010-cu ildə bəlkə də deyərdim ki, yəni bu bilmirəm, bu hamam belə deyək, vannasının adı əslində nədir? Əgər bilənlər varsa əlbəttə ki, yazsınlar. Yəni bütün masajları ilə, bütün funksionallığı ilə seçilən bir hamamdan danışıram sizə və əsasən də vannadan danışıram sizə. Bilmirəm, bunun adı nədir deyərsiniz, yazarsınız şərhlərdə. Yataq otaqlardan biri ya. Bu, bilmirəm, yataq otaqlardan bəlkə də 7-sindən biridir. Gəl bura. Və bu yataq otağının öz hamamı var. Öz hamamı, özünə məxsus olan hamamı var. Kabinka duşu ilə və əlbəttə ki, unitazı ilə filan tam olaraq sanuzel. Bu otağın özünə. Yəni bu otaqdan çıxmağa ehtiyac yoxdur. O dəhlizə çıxmağa ehtiyac yoxdur. Hər şey var burada. Evin əsas qonaq otaqlarından danışacağım sizə. 2 arkalı qonaq otaqları. Bu hardasa olar 30 kvadrat metr və bu isə əsas, yəni geniş, möhtərəm qonaqları qarşılamaq üçün ideal bir məkan. Bunun da hardasa kvadratı olar 80 kvadrat. Evin 3-cü mərtəbəsinə qalxırıq və bizi əlbəttə ki, yenə də geniş bir pləkan qarşılayır, hansı ki 3 fazalı bir pləkanımız var və biz artıq 3-cü fazadan daxil oluruq. Yenə də böyük bir, geniş bir dəhlizə və 3-cü mərtəbənin sanuzeli. Yəni, əlbəttə ki, yenə də burada genişlik var. Deyərdim ki, hətta sanuzel yox, bura mətbəx boydadır, çox böyükdür. Burada təbii ki, vanna var və eyni zamanda da kabin duş yenə də öz yerində. İndi isə gəlin, yenə də həmin proyekt üzrə, yəni ikinci mərtəbədə necə proyekt var idisə,
o üzrə növbəti bir yataq otağını göstərirəm sizə və yenə də yataq otağının öz belə deyək, hamam otağı var. Sanuzel və yenə də kabin duş. Növbəti yataq otağımız. Bir dənə bax bu yataq otağında, yəni sanuzel yoxdur. Burada da əlbəttə ki, mən düşünürəm ki, burada daha çox qonaq gələndə, məsələn, bu yataq otağını istifadə eləmək olar. Amma bu yataq otağının öz möhtəşəm bir kladovka otağı var. Bir dənə fikir verin, bütün ətraf şkafdır. Növbəti yataq otağı, bu yataq otağı artıq generaldır, əsas, yəni baş yataq otağıdır və bura mənim çox zövqümə oxşayır. Burada olan qardirobu göstərmək istəyirəm mən sizə. Yəni, geyimlər üçün, eyni zamanda əşyalar üçün yəni möhtəşəmdir. Və bu yataq otağının da əlbəttə ki, öz sanuzeli var. Bir dənə yaxınlar zəhmət olmasa. Və bura isə tamamilə başqa bir şeydir. Yəni, bu əməlli başlı bir otaqdır. Yəni, bildiyiniz otaq yenə də duş kabin. Duş kabinin siz yəni, böyüklüyünə baxın, ərazisinə baxın. Və əlbəttə ki, burada yenə də masajı olan vannası. Bu yataq otağının bir qapısı da var. Yəni, dəhlizdən girən qapı başqa və uşaq otağına girən bir qapısı da var ki, hansı ki, uşaq sizə daha yaxın olsun deyə və siz ona nəzarət eləyəsiz deyə bir dənə də bax, oradan qapı konkret olaraq uşağın otağına girir. Və 3-cü mərtəbənin əlbəttə qonaq otağı. Burada artıq arka yoxdur. Burada qapı sistemi ilə təbii ki, yenə də eyni 2-ci mərtəbədə olan proyekt üzrə qonaq otağımızı mən sizə göstərirəm. Burada da yenə də eyni, belə deyək, 80 kvadrat deyə bilərik. 21 otaqlı evimizi çəkdik. İndi isə həyətin sağına gedirik. Həyətin sağında nə var? Birinci növbədə onu deyim ki, bu həyət bütün evlə qarışıq 36 sotdur. Təsəvvür edirsiniz, 36 sot və biz bu, belə deyək, 36 sotu 40 minə, 50 minə vursaq, yəni pulla, heç, yəni təsəvvür edin ki, bu evi elə bir qiymətə satırlar ki, sizə ki, sadəcə olaraq torpaq qiymətinə. Fərz edin ki, burada heç ev yoxdur, tikili yoxdur. Yəni o qiymətə satırlar. Qiyməti deyəcəm sizə. Biraz intizarda qalın. Qonaqlar üçün xüsusi ayrılmış bir məkan. Yəni, ev yiyəsi əlbəttə ki, o bir evdə qalır, əsas evdə qalır. Orada qonaqlar gələ bilərlər. Amma buranı sırf gələn qonaqlar üçün ayrıblar və tikiblər. Özdə 2 mərtəbəli və çox böyük bir kvadratı olan. Nə qədər kvadrat ola bilər? Yəni, mən 36 sotdan danışıram sizə. Torpaqda isə müxtəlif, əlbəttə ki, meyvə ağacları var. Onlardan bir neçəsini sizə göstərirəm. Heyvadan söhbət gedir. Burada Yapon əzgili var, nə bilim, gilas var, eyni zamanda armud var, alma var və siz də təbii ki, burada yəni nə istəsəz əkə bilərsiniz. Torpaq çıxardacaq hər şeyi. İndi isə gəlin evin sistematik, strateji nöqtələrini göstərim. Çünki ev konkret olaraq bax bu ərazi buradan başlayır. Burada da yeri gəlmişkən qonaqlar üçün belə deyək, ayrılan bir məkan var. Hansı ki, qonaqlar burada da qala bilərlər. Burada da hər şey var. Bütün şərait qurulub. Yəni, otaqlar, yataq otağı, mətbəxi, eyni zamanda sanuzeli, hər bir şey var. Heç ora çıxmağa ehtiyac olmayacaq. Və təbii ki, biz gəlirik artıq evin kotelnisi olan yerə, eyni zamanda bütün sistematik məsələlər hamısı bax bu ərazidədir. Gördüyünüz kimi böyük bir ərazidir. Yəni, tam olaraq ev bax buradan başlayır. Yəni, burada qaraj tipli, üstü bağlı bir ərazi var ki, hansı ki, bura təxminən nə qədər maşın girər? Yəni, 1, 2, 3 dənə maşın, hətta biraz da sıxsaq, bəlkə də 4 dənə də maşın saxlaya bilərik burada. Evin qiyməti. Sizə demişdim, axı, evin qiymətini deyəcəm. Evin qiyməti, yəni 36 sot və 40 mindən 50 mindən hesablasaq, burada razində belə bir ev yoxdur, demək olar. Bəlkə də 2 dənə də onlardan biri bu evdir. Burada, bax, bu dəqiqə, bu evin qiyməti 2 milyon 300 min manatdır. Yəni, bu evi, fərz edin ki, bu tikili zat yoxdur. Bu evi sadəcə olaraq torpaq qiymətinə satırlar sizə. Torpaq qiymətinə. Və əlbəttə ki, bu evi almaq istəyənlər.
Bu evi pulla da ala bilərsiniz. Bu evi barter də eləyə bilərsiniz. Hər hansısa bir mülkünüz, nə bilim, hər hansısa bir eviniz, villanız, Bakının istənilən bir ərazisində, Azərbaycanın bir istənilən bir ərazisində, yəni bu təbii ki, maşın da ola bilər, ev də ola bilər, daşınmaz əmlak da ola bilər, hər hansısa bir tiplə, yəni bu evi barterdə eləyə bilərsiniz.